Salam, növbəti suala baxırıq. Vuruğu kök işarəsi daxilində yazın deyir. Əvvəlcə 4-cü dərəcədən mənfi x üstü 5 böl y üstü 6 kökün daxilindəki ədədə baxırıq. Yəni bu kökün daxilindəki ədəd mənfi verilib, düzdürmü? Y və x-in işarəsini təyin etməliyik. Y-in dərəcə işarəsindən asılı olmayaraq dərəcə cüt qüvvət olduğuna görə bu həmişə müsbətdir. Yəni y mənfi də olsa, müsbət də olsa, y üstü 6 olduğuna görə müsbətdir. Deməli, x mənfi olmalıdır ki, mənfini mənfiyə vuranda kökün altındakı ədəd müsbət olsun. Deməli, biz buradan x-in işarəsini təyin edə bilirik. X mənfidir, amma y-in işarəsini təyin etmək mümkün deyil. Yəni, y mənfi də ola bilər, müsbət də ola bilər. İndi mənfi ədədi kökün altına salanda, kökün əvvəlində mütləq mənfi yazılmalıdır. D və B variantı cavab ola bilməz. İndi kökün altında 4-cü dərəcədən x üstü 3-ü 4-cü dərəcədən qüvvət yüksəldəndə x üstü 12, y üstü 4-ü 4-cü dərəcədən qüvvət yüksəldəndə y üstü 16, vurulsun mənfi x üstü 5 böl y üstü 6 da olduğu kimi qalır. Burada ixtisar etsək, 4-cü dərəcədən x üstü 17 vurulsun y üstü 10 və mənfi də qalır kökün altında. Burada da mənfi var idi. Cavab olacaq A variantı, amma burada fikir veririk ki, kökün dərəcəsini 2 olaraq saxlayıblar. 2 deyil, dərəcə 4'dür. Yəni A variantı.